Ağdam Sənaye Parkı da əsas rol oynayan məkanlardan biridir. 190 hektardan artıq ərazini əhatə edən Sənaye Parkında hazırda 30 rezident fəaliyyət göstərir. Buraya 149 milyon manatdan çox investisiya yatırılıb. 1000-ə yaxın daimi iş yeri yaradılıb. Sənaye Parkında tikinti materialları, qida və yüngül sənaye sahələri üzrə istehsal həyata keçirilir. Məhsullar həm daxili bazara çıxarılır, həm də xarici bazarlara ixrac olunur. Sənaye zonasında uğurla fəaliyyət göstərən müəssisələrdən biri də Mister Dekor MMC-nin divar kağızları istehsalı zavodudur. 1,6 hektar ərazidə yerləşən müəssisə Cənubi Qafqazda bu sahə üzrə ixtisaslaşmış ilk zavod hesab olunur. Zavodun illik istehsal gücü 2,1 milyon rulondur. İstehsal avadanlıqları Çindən gətirilib. Xam mal isə Çin və Avropa ölkələrindən tədarik olunur. Hal-hazırda 50 işçi heyətimiz var. Gündəlik 5000 ədəd rulon mal istehsal edirik və hədəfimiz bunu gündəlik 10.000 rulon ədədə çatdırmaqdır. Müəssisədə hazırda yeni istehsal xəttinin qurulması istiqamətində işlər davam edir ki, bu da istehsal gücünün daha da artırılmasına imkan verəcək. Müəssisədə istehsal olunan divar kağızları ölkənin daxili bazarı ilə yanaşı artıq xarici bazarlarda da necə deyərlər öz sözünü deyib. Belə ki, Mister Dekorun istehsal etdiyi divar kağızları Rusiya, Özbəkistan və Gürcüstan bazarlarında uğurla satışa buraxılır. Eyni zamanda Qarabağda tikilən yeni yaşayış evlərində də məhz bu məhsullardan geniş istifadə olunur. Qeyd edək ki, Ağdam Sənaye Parkının inkişafı Qarabağın iqtisadi dirçəlişinin əsas sütunlarından biri hesab olunur. Elgün Gəncimsoy, Fəxri Məmmədov, Layiq Qələndərli, APA TV, Ağdam.